Pasientimizdə IUI gerçəkləşdirildi. Bu spermlərin yıkanaraq daha keyfiyyətli və irəli hərəkətli spermlərin verilməsidir. Total motilitəsi 54 idisə, biz konsantrasiyon sonrası onu 87-yə çıxartdıq. İrəli hərəkətlərin cəmi 40 idisə, konsantrasiyon sonrası 72-yə qalxdı. Bu nə deməkdir? Aşılama prosesi sonsuzluq mərkəzində edilməsi lazımdır. Yəni alınan spermin yuyulandan sonra hərəkəti yüksəldiləndən sonra, keyfiyyəti artırandan sonra içəriyə verdiyinizdə bir mənası var. Yoxsa buradan alıb o şəkildə verməyin bir mənası yoxdur. Son zamanlarda buna oxşar çox şey eşidirik. Sonsuzluq mərkəzində edilir aşılama prosesi. Bir otaqda edilmir. Yəni spermi aldım, buradan aldım, içəriyə verdim, elə olmur. O spermin ətrafındakı pis maye çəkilir, daha keyfiyyətli hala gətirilir, konsentrat halına gətirilir, sıxılır, bir araya gətirilir. Dediyi məsələn, hərəkət 2 qatına qədər artmış olur. O deməkdir ki, həm yolu qısaltmış olursunuz, həm keyfiyyətini artırmış olursunuz. Gedib çatacağı yerə daha rahat çatmış olur sperm. Xeyirli olsun. Xeyirli olsun. Şəhərli olsun.